Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba rayon İcra Hakimiyyəti, Quba Xaçmaz Regional Mədəniyyət İdarəsi, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü, 10 mart Azərbaycan Milli Teatr Günü və 11 mart xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə tədbir və xalq artisti Afaq Bəşir qızının iştirakı ilə Akademik Musiqili Teatrın ifasında Toya bir gün qalmış adlı tamaşa keçirilmişdir. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Təbrik nitqlərindən sonra tamaşa başlayıb. Tamaşa bitdikdən sonra xalq artisti Afaq Bəşir qızı yaradılan şəraitə görə Quba rayon İcra Hakimiyyətinə, tamaşaya baxmağa gəldiyinə görə şəhid ailələrinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildirib. İstər mənim həmyerlilərimin, Qubalıların, istərsə mənim özüm təşəbbüsü ilə oldu ki, Bəşir Səfəroğlu'nun 100 illik yubileyinin başlanğıcı, yəni bu tədbirlərin keçirilməsi məhz Qubada olmalıdır və mən çox şadam ki, bugün oldu və mən çox razı qaldım. İstər şəhər hakimiyyətindən, istərsə də bütün insanlardan, həmyerlilərindən şəhid analarının qarşısında baş əyirəm. Onlar necə mənim tamaşamı qəbul elədilər, necə məni isnişdilər. Bütün Rustovlarıma salam deyirəm. Rustovu çox sevirəm. Bir vətəndaş kimi əlimdən gələn nəsə varsa eləmişəm. Yəni zəng eləyirlər ki, Afaq xanım, sənin bura çəkdirdiyin su, mənim filan. Amma mənim bir xahişim var. Bu mənim daha doğrusu arzumdur. Çünki bizdə elə qəribə adlar var ki, biz onu başa düşə bilmirik. Yəni mən Rustov sözünün əvvəlini və yaxud axırını başa düşə bilmirəm. İndi bu o vaxtı Çar İmperiyası vaxtında olubdur. Bura Quba quberniyasının vaxtında olubdur. Amma mən çox istərdim ki, mənə belə gəlir ki, Rustovlar buna fəxr edələr ki, o kəndin adı Bəşirim olsa. Sonda tamaşaçılar xalq artisti Afaq Bəşir qızı ilə şəkil çəkdiriblər. Qeyd edək ki, Afaq Bəşir qızının atası Bəşir Səfəroğlu əslən Quba rayonunun Rustov kəndindəndir. Günel Zülfüqarova, Aydın Adıgözəlov bugün informasiya proqramı üçün.